Balaca qırmızı toyuğun nağılı. Biri var idi, biri yox idi. Balaca bir qırmızı toyuq var idi. O, pişik, it və siçanla birlikdə yaşayırdı. Pişik çox yatardı, it tənbəllik edərdi, siçan isə həmişə yemək axtarardı. Təkcə balaca qırmızı toyuq işləməyi sevərdi. Bir gün toyuq həyətdə bir ovuc buğda tapdı. Dostlarının yanına gedib soruşdu: "Bu buğdanı kim əkəcək?" Pişik dedi: "Mən yox." İt dedi: "Mən yox." Siçan da dedi: "Mən də yox." Balaca qırmızı toyuq dedi: "Onda üzüm edərəm." Toyuq torpağı bellədi, buğdanı əkdi və hər gün ona qulluq etdi. Günlər keçdi, buğda böyüyüb yetişdi. Bir gün toyuq yenə soruşdu: "Bu buğdanı kim biçəcək?" Pişik dedi: "Mən yox." İt dedi: "Mən yox." Siçan da dedi: "Mən də yox." Balaca qırmızı toyuq dedi: "Onda özüm edərəm." Toyuq buğdanı biçdi, dənələri topladı. Sonra yenə dostlarının yanına gəldi. "Bu buğdanı dəyirmana kim aparacaq?" Pişik dedi: "Mən yox." İt dedi: "Mən yox." Siçan dedi: "Mən də yox." Balaca qırmızı toyuq dedi: "Onda özüm apararam." Toyuq buğdanı dəyirmana apardı və onu una çevirdi. Sonra yenə soruşdu: "Bu undan çörəyi kim bişirəcək?" Pişik dedi: "Mən yox." İt dedi: "Mən yox." Siçan dedi: "Mən də yox." Balaca qırmızı toyuq dedi: "Onda özüm bişirərəm." Toyuq xəmiri yoğurdu, sobanı qaladı və gözəl, isti çörək bişirdi. Çörəyin ətri bütün evi bürüdü. Bunu hiss edən pişik, it və siçan qaçıb gəldilər. "Çörəyi yeməyə biz kömək edək," dedilər. Balaca qırmızı toyuq onlara baxıb dedi: "Siz mənə heç bir işdə kömək etmədiniz. Eləsə çörəyi də mən yeyəcəyəm." Sonra balaca qırmızı toyuq balalarının yanına çağırdı və isti çörəyi onlarla birlikdə yedi. Göydən 3 alma düşdü. Biri nağıl danışanın, biri qulaq asanın, bir də zəhmətkeşlərin başına.